Əziz uşaqlar və hörmətli valideynlər, bugün sizinlə qürur duyuram. Siz ana dilimizi, tariximizi və ənənələrimizi öyrənərək çox böyük iş gördünüz. Şairimiz Nizami Gəncəvi demişdir, elmsiz insan qanadsız quş kimidir. Siz artıq elm və biliklə öz qanadlarınızı açmışsınız. Biz böyük sevgi və zəhmətlə çalışırıq ki, bu proqram sizə ən yaxşı şəkildə çatdırılsın. Mən sizin uğurlarınızı öz uğurlarınız sayıram. Təbrik edirəm, yolunuz daim açıq olsun. Hamımızın vətəni onsuz da Azərbaycandır, düzdür? Əla, əla, afərin. Çox diqqətlisən, afərin. Afərin. Əla. Afərin Məryəm. Olsa? Bir dənə. Aha, bir dənə olsa bəs. Üzür, gözlər. Əla, əla, afərin. Kifayətdir, afərin. Afərin, afərin. Nurlanın 6 xalı var. 10. Baş. Çiğrim. Burun. Mən 3'ü seçirəm. 3. Saqqız ağacı kimi nadir ağaclar bitir. Azərbaycanda heyvanlar aləmi də çox zəngindir. Yurdumuz göl və çayları ilə də məşhurdur. Göy göl, maral göl kimi mənzərəsi gözəl olan göllərimiz var. Qələmin rəngi X hərfidir. başıma gəlir. Çox diqqətlisən, afərin. Ailəmə işıq salır, axşam gül kimi solur. Günəş. Günəş, bəli. Ən böyük çayımız hansıdır? Siz də fikirləşin, Mədinəyə kömək edə bilərsiniz. Əminə, Əli, Dar Şamı. Yaxşı. Saqqız ağac. Saqqız ağac. Başlayırıq Əlidən. Baş, qol. Qol. Sən orada niyə? Rəqsin adı bilirsiniz nədir? Yallı. Yallı. Qavacar. Aha, qavaldaş dünyanın ən qədim musiqi alətidir. Afərin Məryəm. Uşaqlar, çox sağ olun bugünkü dərsə görə. Salam əziz şagirdlərim, dəyərli müəllimlər, hörmətli valideynlər. Sizin hər birinizi bugün ürəkdən təbrik edirəm. Bugün sertifikat alırsınız və bu sertifikatlar sizin məsuliyyətli olmağınızın, zəhmətinizin, əzminizin nəticəsidir. Buna görə sizi bir daha təbrik edirəm. Sizinlə qürur duyuram. İnanıram ki, gələcəkdə də sizin uğurlarınızı görəcəm, səsinizi ucalardan eşidəcəm. Daim valideynlərinizin və müəllimlərinizin fəxri olacaqsınız. Sizi çox sevirəm. İnşallah yenidən görüşərik.